Ümidlərlə, arzularla dolu yeni il gəlir. 2013-cü il. Nədənsə həmişə bütün problemlərimizin, qayğılarımızın köhnə ildə qalacağını və yeni ilin bizə mütləq xoş sürprizlər bəxş edəcəyini gözləyirik. Deyirlər ki, yeni illə hansı ovqatla qarşılasan, bütün ili elə həmin əhval-ruhiyyədə dolacaqsan. Odur ki, büdcəsindən asılı olmayaraq, hər kəs bayramı layiqincə qeyd etməyə çalışır. Yeni ilində öz belə qayda qanunu var, atributları var. Bundan biri yolkadır, biri ailənin bir yerə yığılmağıdır. Yəni pişirirsiniz ümumiyyətlə belə bayramlarda? Stolara qoyursunuz? Milli xörəklərimizdə, milli yeməklər, milli xörəklər, milli... Plov dəmləyərik də hal-hazırda. Ondan sonra gücümüz nəyə çatar uşağın başını qatmaq üçün meyvə, əlimizdə nə gəlsə onu. Qoy məqrəblərin hamısının çoxu yığılıblar bizə. İnşallah azdan çoxdan alırıq, bitər, keçidəcəklər. Bayram qabağı hamının ən çox olduğu yer bazardır. Hamı yeni ili bol süfrə ilə qarşılamaq üçün imkanı daxilində bütün təamlardan almaq istəyir. Lakin qiymətlərin baha olması bəzən çətinliklər yaradır. Alıcı qabiliyyəti biraz azdır. Təxminən nə qədər alverişsə, ötənilkinə nisbətdə fərq nə qədər? Keçəninkindən çox az. Nə qədər fərq edir? Faizdən biraz az alırlar. Keçənin fərqindən dayana bilmirdik. Keçəninkindən bir-ikindən çox fərqi var. Bəzi şeylərdə fərq eləyir. Yəni elə böyük fərq, elə böyük dəyişikliyi hiss eləmirəm. Cüzi ət məhsullarında biraz bahalıq var. Bir də tərəvəzlərdə. Keçən il ucuz idi, millət çox alırdı. İndi baha deyən az alırdı. Əsas qiymət məsələsidir. Fərq onu bilirəm ki, heç bir şey mənim pulum çatmır. Keçən ilki bazar biraz bundan ucuz idi, amma bu il vəbşə bahalanıb. Eşidiblər ki, 10% əmək haqqları artıb. İndi elə insanlar var ki, məsəl üçün onlar işləmir, onların əmək haqqı yoxdur, təqaütə baxırlar, şəxsən bayaqki qocalar kimi. Onlara çox çətindir. Apardığımız sorğular göstərdi ki, bu il ötən illərdən fərqli olaraq ən çox qiymət artımı göyərtidə hiss olunub. Belə ki, südün bir dəstəsi 1 manat 50 qəpik, bəzi yerlərdə isə 2 manata qədər qalxıb. Kişniş və kəvər, digər göyərtilər isə 1 manata satılıb. Bayram süfrəsində əsas lazım olan məhsullardan olan ətin qiymətində isə ötən illə müqayisədə xeyli fərq var. Keçən illə bu ilkidə biraz damat zəifdir də belə, alver zəifdir. Ət neçədir ümumiyyətlə? Mal əti 8 manatdır, erkək danəsi, erkək quzası da 9 manatdır. Bəs keçən illərdə bu bayramda neçə idi? Keçən il 7 manat qoyun əti idi, 6 manat da mal əti idi. Keçən illə bu ildə ətin qiymətində nə qədər fərq var? Hərəsində 2 manat fərq edir də. Beləcə hər ötən saat bizi yeni 2012-ci ilə yaxınlaşdırır. Təzə ili necə bəzədilmiş süfrə arxasında qarşılamamızdan asılı olmayaraq, əhval-ruhiyyəmizi pozmayaq, sevinək ki, yeni il bizə sevinç bəxş etsin. Qoy bu yeni il xalqımıza bol-bol ruzu, bərəkət gətirsin. Qarabağımız azad olsun. Azərbaycanımız günü-gündən inkişaf etsin. Yeni iliniz mübarək. Bu xoş arzularla Məqsəd Rəhimov, Vaqif İbrahim Xəlil, Gəncə.